Əvvəlcə digər istiqamətləri üzrə əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək. Prezident İlham Əliyev bununla bağlı sosial sığorta haqqında qanuna və vergi məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Qanunda edilən dəyişikliyin detalları tam olaraq nədən ibarətdir? Buna dair Zeynəb Nadirova danışacaq. Zeynəb, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinarə. Efirimizin növbəti saatında əlilliyi olan şəxslərə xəbərimiz var. İlkin detalı siz açıqladınız və vergi ödəməyəcəklər internetdə satdıqları məhsula görə və bu hansı vergidir? Təbii ki, sosial sığorta haqqında olan vergidir. Yəni sosial sığortadan gedir söhbət daha dəqiq desək. Bununla bağlı sizin də vurğuladığınız kimi Prezident İlham Əliyev sosial sığorta haqqında qanunda və eyni zamanda vergi məcəlləsində dəyişikliyi təsdiqləyib və bununla bərabər artıq internetdə həmin şəxslər məhsul satacaqlarsa, sadəcə həmin məhsulun, yəni gəlirin 2%-ni ödəyəcəklər. Bu, onların vergi ödəməsi ilə bağlı həmin işlərin optimallaşdırılması istiqamətində nəzərdə tutulub və eyni zamanda qeyd olunur ki, həmin şəxslər üçün portal açılacaq, yəni həmin məhsulları internetdə sata bilmələri üçün oradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra artıq məhsullarını orada satacaqlar. Satdıqdan sonra onların məhsullarının ödənişi bank kartlarına köçürüləcək və bundan sonra artıq yəni bu dəyişikliyə əsasən həmin şəxslər artıq sadəcə portaldan qeydiyyatdan keçmiş olacaq, vergi orqanlarında qeydiyyatdan keçmələrinə ehtiyac olmayacaq, eyni zamanda vergi hesabatları tərtib etmələrinə də ehtiyac olmayacaq. Bütün bunlar portal vasitəsilə elektron qaydada həyata keçiriləcək və eyni zamanda Çinarə son olaraq o məlumatı da izləyicilərin diqqətinə çatdırıb yekunlaşdırmaq istəyirəm ki, layihəyə əsasən əl işlərinin satışında əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək. Bəli, artıq bununla bağlı qeyd elədiyimiz kimi Prezident İlham Əliyev təsdiqləyib qanunda layihəni və yaxın zamanda da artıq bunun icra olunması nəzərdə tutulub ki, sadəcə həmin şəxslər maksimum 2% ödəyəcəklər vergini və öz satışlarını da internet vasitəsilə həyata keçirə biləcəklər. Təbii ki, vurğuladığımız kimi portal üzərindən. Çatdıracağım informasiya bu bağlantıda bundan ibarət idi Çinarə. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Zeynəb, məlumatı bizimlə bölüşdüyün üçün. İndi isə digər